Sınıq könüllərə dəyməmək gərək. Şəriəti yola uğrahı bilənlər, özgənin qeybətini eyləməsinlər. Başı üstə bir Allahı bilənlər. Qəsəb yerlərində toxməşməsinlər. Yoldaş ayağından həm çəkməsinlər. Naməhrəm görcəyin göz dikməsinlər. Ol qəzəbli şahı bilənlər. Bu dindən o dinə verməyin bacı. Cəhd ilə qapında doyur bir acı. Qudrəti yetənlər olsunlar hacı. Ol Kəbəni, Beytullahı bilənlər. Xəstə qasım deyər al məndən hesab. Baxma naməhrəmə eylərsən fəsad. Məhəmməd dinində eyləyin cihad. Yer üzündə zəlləllahu bilənlər. Əziz dinləyicilər, dahilər dahisi Xəstə Qasımın bir ustadnaməsini eşitdiniz. Onu deyə bilərəm ki, Borçalı mahalından da böyük aşıqlarımız, şairlərimiz, söz sərraflarımız, ədiblərimiz olmuşdu, əzizlərim. Aşıq Sadıq Sultanov, Aşıq Əmrah Gülməmmədov, Aşıq Hüseyin Saraçlı, şair Ağacan, Faxralı şair Nəbi, Qara Təhlə kəndindən şair Novruz olmuşdu. Şair Novruzun bir şeiri gəlib əlimə çatıb. Allah rəhmət eləsin. Çox da dərin bir şeirdir. Elə Xəstə Qasımın xəstələrindən də biri eşitmişəm ki, bu rəhmətli şair Novruzudur. İndicə onun incə misralarını eşidəcəksiniz. Bir təciz havası ilə əzlərim. Melun iblisi kallas, lanet olsun sana ayanedir. Öyle hakkın ahkamınla ya eyyühennas, durmuşsan kenara ayanedir. Ahkamınla ya eyyühennas, durmuşsan kenara ayanedir. Əzizlərim, şair deyir ki, ey şeytanın məlun iblisi xənnas, lənət olsun sənə ayağına dürüst. Hakkın ehkamından ya eyyühennas, durmuşsan kenara ayağına dürüst. Kederdi hakkını hatabin, bir misallı gelse yayın hatabin. Ger götürsek Süleyman'ın hatabin, altı sirri tela ayanedir. Gel götürsek Süleyman'ın hatabi, altı sirri telah ayanedir. Əzizlərim, bu cinas şeirin bəlkə də bir saatlıq təhlil eləmək olar. Şair burada elmi təbabətə, əbcədə, cəməl, cəfrə, tarixə, misallara burada işarə eləyibdir. Allah rəhmət eləsin. Mürsəl kəlməsi irsal deməkdir. İrsal haman göndərməkdir. Bütün peyğəmbərlərə vəhiy göndəriləndə Cəbrail sallallahu aleyhi və səlləmdən göndərilirdi. Onu işarə edir.
Sözə yaxşı qulaq asanlar, savadlanar anlar. İstər oxumuş adam olsun, istər oxumamış fitri istedadlı insanlar yaxşı anlar. Bir misaldır gəlsə yayın xəta bin. 1999-cu ədəddən sonra Türk dünyasının bir çox yerində 1000 işlənir 1000 ədətə. 1000 dəri ləhcəsində də gör deməkdir. Dürbin sözündə də işlənir, uzağı görən. 1000 batin əbcədlə hesablayanda, əbcəd bilənlər bilər bunu. Bu batin sandıq deməkdir, mənisi sandıq olur. Gəl götürsək Süleymanın xətabın. Həzrət Süleyman Peyğəmbərin o zaman bütün cinlər ixtiyarında idi, Allahın əmri ilə. Cinlərə xətab elədi ki, Bulqeysin zərli qızıl taxtını kim mənə gətirə bilər? Bu Quran-ı Kərimdə də işarə olunubdur. Mürsəl dərk edərdi haqqın xətabın. Bir misaldır gəlsə yayın xətabin. Gər götürsək Süleymanın xətabin. 6 sirri təla ayağına dürür. Sirli sandığı la şerik xudadır sirli sandığı. De şair Nevruz'un sirli sandığı hazinedir atsa ay anadır. Şair Nevruz'una sirli sandığı hazinedir atsa ayağıdır. İlham alanların sirli sandığı la şerik xudadır sirli sandığı. De şair Nevruz'un sirli sandığı hazinedir atsa ay ana düst. Sandıqdan söz gedərkən Qur'an-ı Kərimdə 22 dənə surə var ki, Həzrət Musa Peyğəmbər sallallahu aleyhi və səlləmdən, onun hadisələrindən, tarixindən Həzrət Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin Quranda vəhy edilir ki, Musanın səhabələri etdiyi səhvləri bu Quranı eşidəndə sənin də əshabələrin o səhvlərdən etməsin. Bir balaca işarə edəcəm ki, orada Firon o zaman başında vəzir vəkilləri, cadugərlər, məbərlər var idi. Bir çox adam yuxuda görmüşdülər ki, bir uşaq dünyaya gələcək, oğlan uşağı. Bütün Fironun taxtı səltənətini yerlə yeksan eləyəcək. Məbərlər bu sözü Firona çatdırırlar. Firon əmr eləyir ki, bütün oğlan uşaqları ki dünyaya gəlir, hamısını öldürsünlər. Musanın anası eşidərkən bunu gizlədir, saxlayır, sonra görür olmayacaqdır. Bunu da tapacaqlar, bunu da cəzalandıracaqlar. Musa beşikdə idi, bunu qoyur bir sandığa, bunu belə buraxır, Nil çayının axarınca gedir. İlham alanların burada deyir sirli sandığı, həmin bax onu işarə edir. La şərik xudadır sirli sandığı, de şair Nevruz'un sirli sandığı. Xəzinədir atsa ayağına dürüst. Sağ olun, var olun, xoşbəxt olun.